Digər didaktik prinsipimiz varislik didaktik prinsipimizdir. Davam edək. Varislik didaktik prinsipimizə baxaq. Görək, bəs varislik nədir? Varislikdə deyilir ki, müəyyən edilmiş yaş qrupları üzrə tətbiq edilən təhsil proqramının məzmun və mahiyyəti ilə artıq burada bir-birini tamamlamasıdır. Varislik odur ki, bir-birinin ardınca gələcəkdir. Gəlin, yaş fəaliyyətlərinə nəzər salaq. Birinci gəlir 1-2 yaş, sonra 2-3 yaş, sonra 3-4 yaş, sonra 4-5 yaş, daha sonra 5-6 yaş. Bunlar necə gəldi? Ardıcıl, bir-birinin ardınca getdimi? Məsələn, deyirəm ki, uşaqların sevdiyi oyuncaqların əhatəsini genişləndiririk. 1-2 yaşda. Bəs sonra mən deyə bilərəmmi ki, uşaqlarla biz artıq labirint oyuncaqlarından istifadə edirik 2-3 yaşda? Xeyr, deyə bilmərik. Axı, labirint oyunları 5-6 yaşdadır. Demək, bu zaman varislik prinsipimiz pozulur. Varislikdə onu demək istəyir ki, sadədən mürəkkəbə doğru getdi. Baxın, axı biz saydıq 1-2 yaş, 2-3 yaş, 3-4 yaş, 4-5 yaş, 5-6 yaş. Demək, biz deyə bilmərik ki, 2-3 yaşda labirint oyunlardan istifadə etdik. Əlbəttə ki, yox. Əgər desək, onda varislik didaktik prinsipimiz pozular. Varislik nədir? Sadədən mürəkkəbə doğru getməlidir. Varislikdə bizim bir dediyimiz digərinə uyğun gəlməlidir. Bir-birinin varisi olmalıdır. Bir-birinin ardınca gəlməlidir. Sadədən mürəkkəbə doğru getməlidir. Gəlin qayda üzərindən bir də baxaq. Deyir ki, müəyyən yaş qrupları üzrə tətbiq edilən təhsil proqramının məzmun və mahiyyəti ilə bir-birini tamamlaması, yəni ki, sadədən mürəkkəbə doğru getməsidir. Bir dediyimiz digərini tamamlamasıdır. Bu da oldu hansı didaktik prinsipimiz? Varislik didaktik prinsipimiz. Sadədən mürəkkəbə doğru getmək.